Şamaxı rayonundan bizə edilən müraciət əsasında əməkdaşlarımız Şamaxı şəhərində yeni salınan yaşayış ərazisindəki Əminə xanım Abdurrahmanovanın tikdiyi mənzildə olublar. İzləyicilərimizin diqqətinə onu da çatdırmaq istəyirik ki, kimsəsiz tənha olan Abdurrahmanova Əminə xanım ikinci qrup 50-lik dərəcəsi olduğundan heç bir yerdə işləmir. Bizimlə söhbətində Əminə xanım bildirdi ki, özünə yaşamaq üçün tikdiyi bu mənzil həm sürüşmə ərazisi olduğundan, həmçinin də bir neçə il bundan əvvəl Şamaxıda baş verən xırda təkanlar nəticəsində qəzalı vəziyyətə düşərək uçma təhlükəsi ilə üzləşibdir. Yaranmış bu vəziyyətlə əlaqədar dəfələrlə Şamaxı rayon icra hakimiyyətinə müraciət etsə də heç bir nəticəsi olmayıbdır. Abdurrahmanova Əminə xanım bu təhlükəli vəziyyətlə əlaqədar digər yerlərə etdiyi müraciətdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Əminə xanımın yaşadığı mənzilə baxış keçiriblər. Hər iki nazirliyin əməkdaşları evin həm qəzalı, həm sürüşmə zonası olduğundan mənzildə yaşamağın çox təhlükəli olmasını Abdurrahmanova Əminə xanıma bildiriblər. Əminə xanım düşdüyü bu vəziyyət üzündən məcburiyyət qarşısında qalaraq yaxınlıqdakı qonşularında və qohumlarının evində gecələməli olur. Hətta gündüzlər evdə olanda belə qəzalı vəziyyət səbəbindən evə girməyə ehtiyat etdiyini bizə bildirdi. Payız ayının gəlməsi ilə başlayan yağışlar və evin həmçinin sürüşmə zonasında olması qəzalı vəziyyətin daha təhlükəli həddə çatmasına səbəb olub. Şamaxı İcra Hakimiyyətindən ona ünvanlanmış məktubda onun evinin də Şamaxıda olan qəzalı evlərin siyahısında olmasını bildiriblər. Sonda Abdurrahmanova Əminə xanım düşdüyü bu çıxılmaz vəziyyətlə əlaqədar əməkdaşlarımızın çəkiliş apardıqları video məlumatları əlaqədar orqanlara çatdırılmasını xahiş etdi. Mən Abdurrahmanova Əminə Əlim qızı. 2014-cü ildə bu evimə çat düşüb. Hardasa bir 8 il, 9 il bundan irəli yurd götürüb burada ev tikmişəm. Evimə burada çat düşüb. Ged-gedə burada Şamaxıda zəlzələ olan bir yerdir, yağınlıq olan bir yerdir. Ged-gedə zəlzələ çatlar böyüyüb, evim uçmaq üzəridir. 2016-cı ildə yanvar ayında Şamaxı icra nümayəndəsi olmuşam Qasım Qasımovun qabılında. O nümayəndə göndərib. Gəlin mənim evimə baxış keçirdib. Baxış keçirdəndə deyiblər burada təhlükəlidir, burada yaşamaq mümkün deyil. Ondan icra nümayəndəsi, icra başçısı Vasif Ağayevin qabılında olmuşam. Mart ayının 13-də mənim evimə fövqəladadan bir dənə oğlan nümayəndə gəlib, evimə baxış keçirdib, gəlib baxıb deyib ki, xala, burada yaşamaq mümkün deyil. Mümkün deyil. Dəfələrlə prezident aparatına məktub yazmışam. Dəfələrlə Fövqəladə Kəmaləddin müəllimə məktub yazmışam. Heydər Əliyev fonduna məktub yazmışam. 2 dəfə Kəmaləddin müəllimin mavini Lətif Rəqibovun qabılında olmuşam. Heydər Əliyev fondunun Məlahət xanımın qabılında olmuşam. Mənim günüm bugünkü gününəcən hələ bir köməklik görməmişəm. Mən də indi evim uçmaq üzərədir. Şamaxında yağınlıq indi. Evim hardasa sürüşmədir. Yağınlıq başlayıb. Mən də gecələr qonşularda yatıram. Qorxuram ki, ev uçaq üstümdə tək qadınam. 2-ci qrup 50-yəm, xəstəyəm. Övladım yoxdur, tək yaşayıram. Mən də xahiş eləyirəm, böyük rəhbərlərdən mənə köməklik eləyib evimi tiksinlər, evimi bərpa eləsinlər. Xahiş eləyirəm artıq dərəcədə. Hara gedirəm, dəfələrlə məktub yazmışam yuxarılara, hələ bir köməklik mənə dəyməyib. Xahiş eləyirəm. Mən bu evi tikəndən bəri gecələr qorxuram. Qorxuram ki, evdə xarç-xurç səs gəlir. Mənə elə gəlir ki, ev sürüşür. Mən də qorxudan gecə evdə yata bilmirəm. Xahiş eləyirəm artıq dərəcədə böyük prezidentimizdən xahiş eləyirəm mənə köməklik eləsin, mənim evimi bərpa eləsin. Artıq dərəcədə Mehriban xanımdan, prezidentimizdən xahiş eləyirəm mənim evimə köməklik eləsin.